Bismillah. Aziz Allah Kur'an-ı Kerim'in Tin suresinin 4. ayasında buyurur ki: "Laqad xalaqnal insana fi ahsani taqvim summa radadnahu asfala safilin." Allah insanın fitretin, ruhun, bədenin gözəl bir biçimdə xəlq eləyib, gözəl bir düzülüş üzrə xəlq eləyib, yəni təqvim gözəl düzülüşdür. Sonra buyurur ki, "Summa radadnahu asfala safilin." Asfala safilin ən aşağı yerdir. Onu əsfələ safilinə atacağım. O kəslərdən başqa ki, onlar əsfələ safilində deyilər. Yəni nəfsin əmmare mərtəbəsində boğulmurlar. Onlar iman gətiriblər və salih əməl işlədirlər. Ona görə Allah insana çoxlu gözəl mexanizmlər bəxş edib. Nəfs mexanizmi, nəfsin 7 mərtəbəsi var. Birinci mərtəbə şeytanla qardaşdır, nəfsi əmmare. İkinci mərtəbəsi nəfsi ləvvamədir, Qiyamət surəsinin 2-ci ayəsində qeyd olunub. Ona görə nəfsizi tərbiyə eləməyi bacarın, nəfsizi cilovlamayı bacarın. İnsanın əsas, yəni yaşadığı dövr ərzində əsas həyata keçirəcəyi məsələ nəfsin ağlına tabe eləməkdir. Yəni hər bir insan nəfsin ağlına tabe eləyərsə, o insan çox gözəl bir insan olacaq. Ona görə Allah insana həm nəfs verib, həm ruh verib, həm əhva verib, həm sir verib, həm əmanət verib. Bunlardan istifadə etməyi bacarmaq lazımdır. Ona görə Peyğəmbər sallallahu buyurub ki, kim nəfsin tanıyarsa Allah'ını tanıyar. Nəfsin tanıyan insan həm özünü tanıyacaq, həm də Allah'ını tanıyacaq. Nəfs də 7 mərtəbədən ibarətdir. Ən axırıncı mərtəbəsi nəfsi raziyyədir. Mən Allah'ı and verirəm İzzət-i Cəlalına, müsəlmanlar nəfsi əmmarədə yaşamırlar. Allah'a şükür ki, müsəlmanlar nəfsi əmmarədən, əsl müsəlman nəfsi əmmarədə yaşamamalıdır. Oradan çıxmayın yolu la ilahə illallah zikridir.